Ay, Mama hoş selam. geldiniz. Mama tanış ol sevgilim Elmar. Salam, yerəsiz? Yaxşıyam, sağ olun. Siz necəsiniz? Buyurun. Sağ olun, əyləşin. sağ olun, çox. Salam, xoş gəlmisiniz. Çox sağ olun. Buyurun, menümüzlə tanış ola bilərsiniz. Dedən görüm nə işləyirsən? Mama nə fərqi var bəsdir də. Fərqi çoxdur. Harada işləyirsən? Satış üzrə menecerəm. Satış üzrə menecer. Nə qədər maaş alırsan? Yəni təmiz əlvə nə qədər pul gəlir? 1000 manat. Sən bu 1000 manatla ailə dolandırmağı fikirləşirsən? Səyahət etmək istəmirsən? Evin varmı? Kiraya qalıram. Nə gözəl, kiraya qalır. Kiraya yaşayacaqsan qızım. Elmar, bəs yaxşı denən görüm sən mənim qızımı belə bir yerlərə gətirə biləcəksən? Ətrafına bax. Restorana bax. Servis. Yeməklər. Qızımı hər gün demirəm, ara sıra. Belə bir səviyyəli yerlərə gətirməyə imkanın olacaq. Mama bəsdir də. Nəyə bəsdir? Bu arada restoran təzə açılıb Ağşəhərdə. Menyunu açıb diqqətlə bax. Royal Grab restoranı. Yo, birinci dəfədir buradayım. Amma narahat olmayın. Mən əminəm ki, məndə hər şey yaxşı olacaq. Mən çox ambisiozla oxlanım. Aha, yaz gələr, yonca bitər, sən də yeyərsən. Mama bəsdir də. Yenə bəsdir. Neysə qızım, qalx gedirik. Sən isə oğlum, nə zaman heç olmasa 5000 manat qazanmağa başlasan, o zaman gəlib qapımızı döyə bilərsən. Qalx. Bu arada hesabı ödeyə biləcəksən, yoxsa köməklik edeyim sənə? Ödəyərəm, problem yox. Oldu, getdik. Üzülü sayılmaz. Heç nə də bilmədim. Gəl tez ol, avtobusa çataq. Elmar müəllim, mənə çox maraqlı oldu ki, siz bu xanıma niyə bu qədər dözürsünüz? Niyə demədiniz ki, bu restoran sizindir? Qoy belə olsun.